Salam, Qoldubas deyir tədris mərkəzi. Bugün sizlərə hərəkət oxşarlığa aid bir sualın izahını verəcəyəm. Keçək sualın şərtinə. Sualda deyilir ki, M2 -3 4 mərkəzli K bərabərdir 3 əmsallı homotetriyada A nöqtəsi 3 2 -1 nöqtəsi hansı nöqtəyə keçər? Tutaq ki, M mərkəzli yazıram 2 -3 bir də 4 nöqtəsi K bərabərdir 3 əmsallı, K bərabərdir 3 əmsallı. A nöqtəsi 3, 2, -1 nöqtəsi, məsələn, bir B nöqtəsi X, Y, Z-ə keçir. O zaman MB vektorunun uzunluğu bərabərdir K vurası MA vektorunun uzunluğuna. Gəlin yazaq. MB vektoru, yəni ki, X çıx 2, yazıram X minus 2. Nöqtə virgül. Y çıx -3, yəni ki, Y plus 3 olur da. Mənfilər bir-birinə dəyir. Bir də nə var? Z minus 4 var. O da bərabərdir. K vurası. K da 3'dür. MA vektoru. 3'dən 2 çıxıram. Olur 1. 2'dən 3 çıxıram. -3 çıxıram. Edir müsbət 5. -1 çıx 4 edir -5. İndi yenə yazıram X minus 2, Y plus 3, Z minus 4 bərabərdir. 3'ü vursam nötrəlicə 3, 15, bir də neçə olar? -15 olar. İndi uyğun nöqtələr bərabərdir. X çıx 2, 3 olar. Y plus 3, 15 olar. Z minus 4, -15 olar. O zaman buradan X bərabərdir 5 alınır. Y bərabərdir 12 alınır. Z bərabərdir -11 alınır. Deməli, həmin nöqtə 5, 12, -11 nöqtəsinə, B nöqtəsinə keçər.